Bugün kakaolu peçenye hazırladım. Bunun için qaba 120 qram yumuşaq kərə yağı, 100 qram şəkər tozunu əlavə edib spatula ilə qarışdırdım. Üzərinə kapuçinonu 50 qram qaynar suda həll edib tökdüm və yenidən qarışdırdım. Daha sonra bir ədəd yumurta əlavə edirik və yenidən qarışdırırıq. 50 qram nişasta və bir xörək qaşığı dolu kakao da əlavə edirik və yenidən qarışdırırıq. Sonda isə un və qabartma tozunu da töküb, ələ yapışmayan, yumuşaq, plastilin kimi xəmir yoğururuq. Hazır xəmirdən boz boyda kündələr düzəldib, soba listinə düzürük. Artıq hazır kökələrin üzərinə isteğe bağlı olaraq qoz ləpəsi, fındıq, püstə, badam və yaxud da ki, fərqli çərəzlərdən qoya bilərsiniz. Və sobada 160 dərəcədə tam hazır olana qədər bişiririk. Budur, artıq peçenyelarımız hazırdır. Çox dadlı və yumuşaq alındı. Həm ətri, həm görünüşü çox möhtəşəmdir. Buyurun, siz də hazırlayın. Həm qonaq süfrələrində, həm bayram süfrələrində, həm adi günlərdə hazırlaya bilərsiniz. Çox dadlı alınacaq. Buyurun, siz də hazırlayın. Cennetimin ne celalı var. Məhəbbətle yanan çırak, güneşten de